87 izahına baxaq. Bizə verir ki, koordinatın zamanla asılı qrafik və hissələr verib. Orada biz baxaq görək ki, hansı dəyərlər alır. Biz baxırıq ki, 1-dən 2-yə gələndə nə edib? 0-dan koordinat artıb da. Deməli, mənim koordinatım 1-dən 2-yə gələndə nə edib? Artıb. Koordinatım artıbsa, nə artacaq? Koordinatım artıbsa, deməli, onunla paralel olaraq qüvvədə, təcildə, potensial enerjidə artacaq. Harda? 1-2 hissəsində. 1-2-də. 1-dən 2-yə keçəndə. 1-dən 2-yə keçəndə. Və biz bilirik ki, əgər koordinat artıbsa dedik ki, qüvvə, təcil, potensial enerjidə artır. Amma əks olaraq nə olur? Sürətdir, impulsdur, bir də nədir? Kinetik enerjidə azalır. Və yaxud minimum qiymət alır, 0 alır da deyə bilərik. İndi biz baxaq görək ki, koordinat harda artıb? Yəni, koordinatın artmağı bizə təcil verib. Təcil harda artıb? 1-dən 2-yə keçəndə deyir, cismin təcili artıb. Bəli, 1-dən 2-yə keçəndə koordinat artıb. Koordinat artdığı üçün deyə bilər ki, təcil də artıb. Bəs 3-4-də baxaq. Bəli, 3-4-də də biz baxırıq ki, 0-dan müəyyən qiymətə qədər koordinat artıbsa, deməli, təcil artıb. Bizə 2 düzdür. Daha sonra bax, hansı uyğun gəlir? 2-3-də deyir, 2-3 və 2-3. 2-3-də baxıram ki, koordinat müəyyən bir dəyərdən 0-a gəlib. Yəni, 2-3-də koordinat müəyyən bir dəyərdən nə edib? 0-a gəlib. Deməli, bu koordinatın azalmağını bildirir, elə deyilmi? Koordinat azalıbsa, ondan paralel olaraq qüvvə azalacaq, təcil azalacaq, bir də potensial enerji azalacaq. Bəs nə artacaq? Əks olaraq sürət, impuls, kinetik enerji. Burada kinetik enerjidir. Kinetik enerji artacaq. Deməli, deyir, indi bizə 2-3 hissəsində 4-5 cismin potensial enerji artır. Xeyr, potensial enerji azalır. 2-3, 4-5 hissəsində cismin potensial enerji bəli azalır. Bax, deyir, potensial enerji azalır. 2-dən 3-ə keçən, çünki bizim koordinatımız azalır. Koordinat azaldığı üçün deyəcək ki, potensial enerji azalır. Daha sonra buranı silək. Burada məsələ var, 90. Ona da baxaq. 90-da nə deyir? Bizə harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq verib. Sürətin deyir amplitud qiyməti. Sürətin amplitud qiyməti nədir? Vm-də biz bilirik. Vm-in düsturu nə idi? X-in vurulsun omega idi, elə deyilmi? X-in vurulsun omega. Mən baxıram ki, məndə nə var? Təcilin maksimal qiyməti var. Biz təcilin maksimal qiymətindən də elə sürətin Vm vurulsun nə idi? Omega düsturunu da yaza bilərəm də. Yəni, təcilin düsturu əslində belə idi. X-im vurulsun omega kvadratı idi. X-im vurulsun omega mənə Vm-i verdiyi üçün o da Vm vurulsun omega düsturunu da ala bilərik. Və bu düsturdan da biz nə istəyir? Sürətin amplitud qiymətini istəyir. Sürət də nədir? Vm bərabərdir. Omega məxrəcə düşəcək. Am da sürətə. Am var, 30-dur. Bəs omeganı necə taparıq? Təbii ki, omeganı da 2 pi bölünsün T düsturundan tapa bilərəm də. Çünki mənim periodum var. Pin də 3 verib və periodum da 4 bölgü saydıqda 1, 2, 3, 4. Deməli, periodum 0,4 olacaq. Onda hesablayaq. Yuxarı bir 0 ataq. 5, 15. Deməli, mənim omegam 15 elədir. 30 da 15-ə böləndə 2. 91-ə də baxaq. 91-də bəs nə deyir bizdə? 91-də deyir ki, bir dənə bunu silək. 91-ə baxaq indi. 91-də bizə sürətin, baxın, sürətin tənliyi verilib. Deyir ki, rəqsin amplitudunu hesablayın. Rəqsin amplitudunu hesablamaq üçün də biz bilirik ki, V bərabərdir nədir? Vm bərabərdir, Xm vurulsun omega düsturundan hesablaya bilərik də. Xm nədir? Xm bərabərdir, Vm bölünsün omega şəklində yazaram. Vmin var da, bu qarşıdakı biz bilirik ki, Vmin qiymətidir 3-dür. Bəs omeganda, omega da elə məsələdə verib ki, şip idi. Pin də qiyməti 3-dür. 3 ilə 3 vurulsun 2, 3 ilə 3 gələcək. 1 bölünsün 2, 0,5 verəcək. Bu şəkildə.